Hər vaxtınız xeyir olsun. Mənim dəyərli, gözəl izləyicilərim və bacılarım. Nətərsiz? Allah hər birinizi var eləsin. Məni soruşsaz şükür Allaha. Mən də yaxşıyam. Allah hər birinizi yaxşı eləsin. Xanımlar, bir həftə olar mən videolar paylaşmıram. Üst-üzə sağlıq olsun, bu qriplərdən yoluxmuşdum. Bugün biraz özümü toparlamışam. Dedim biraz da başım qarışsın. İzləyicilərimə bir qəşəng yüngül video çəkim. Salat videosu. Xanımlar, burada bugün mən kahı salat hazırlayacağım inşallah sizin üçün. Özüm üçün başım qarışsın. Sizin üçün də qəşəng rahat-rahat oturub izləyib baxmağınız üçün də bir salat hazırlayayım, kah salatı. Xanımlar, burada mənim var ərzaqlarım, çeri pomidoru, petruşkamız, biraz içində reyhan var qarışıq, təzə xiyarımız, turşu xiyarımız, tırpımız, pendirimiz, kahı, zeytun yağı və nar şərab. Xanımlar, bu salat həqiqətən də çox keyfiyyətli və sağlıqlı bir salatdır. Nəyə görə? Qaraciyər toksinlərdən təmizləyir, yüngül bir salatdır, mədə bağırsaq üçün də çox faydalıdır. Çox məsləhət görərdim ki, hər biriniz bu salatdan hazırlayasınız. Mövsümüdür, kahının. Mən başlayayım söhbət eləyə salatımızı hazırlayayım. Sizlə də söhbət eləyim. Xanımlar, həqiqətən də mən bu salatı neçə vaxt hazırlayıram, o qədər faydasını görürəm. Mənim özümün də, yoldaşımın da sağlamlığına çox faydası oldu. Demək olar ki, mən hər gündə bu salatdan hazırlayıram. Məsləhətdir, hər birimiz hazırlayasınız, nuşicanla yeyəsiniz. Özdə kahı elə bir tərəvəzdir ki, doydurur adamı. Elə onu oturub çəngəllə də belə yesəniz sizi tutacaq. Çox faydalı və məsləhətli salatdır. Hər biriniz hazırlayın, nuşicanla yeyin. İstəyir yeməklərlə, istəyir belə tək özün. Hər halında faydalı salatdır. Xanımlar, bu arada deyim ki, abunəçilərim biraz artıqdır. İkinci videom baxmışsınız, çox sağ olun. Allah köməyiniz olsun. Yorumlar yazmışsınız qəşəng. Sonra fikirlərinizi məndən bölüşmüsünüz. Var olasınız. Allah hər birinizdən razı olsun. Artırırsınız. Sayənizdə kanalım irəli gedər inşallah. Sadəcə vallahi yenə deyirəm xanımlar, bu mənim hobbimdir. Bax, xəstə halımla deyirəm, yox, video çəkəcəm. Nə olsa güngül həm özümü darıxdırıram, başım qarışsın və darıxmayayım. Həm də sizin üçün dedim, bir video çəkim. Siz də çox sağ olun, baxırsınız. Baxmağa davam eləyin, izləyirsiniz, yazın əlləriniz var olsun. Allah hər birinizdən razı olsun. Mən sizdən həqiqətən də çox razıyam, izləyicilərimdən. Ona görə ki, heç biriniz heç vaxt bu neçə aylarda mənə mənfi rəylər yazmadınız. O içində olur bir dənə, iki dənə, onlara da mən hörmətlə yanaşmışam. Hörmətlə də fikrimi bildirmişəm. Müsbət. Heç birinə, o bir-iki nəfərə də mənfi fikir yazmamışam. Sonra onlar özləri təkrar mənə müsbət fikirlərini yazdılar. Var olsun onlarda. Vallahi həqiqətən hər birinizdən razıyam. Bax, elə ona görə də o yazılar, o fikirlər, hamısı gəlir mənim gözümün qabağına. Deyirəm, hə, mən dəyər
video çəkməyim dəyər. Ona görə ki, mənim dəyərli izləyicilərim çox qəşəng fikirlər yazırlar mənə. Demək, mən çəkməliyəm vloglar. Məni istəyirlər. Artıq tələbat var. Var olasınız. Allah sizdən razı olsun. Yenə deyirəm, abunə olun, həmişəki kimi. Fikirlərinizi yazın. Çəkinməyin. O mənə çox önəmlidir. Sizin o yazılarınız, kommentləriniz, like'larınız. Vallahi. Allah köməyiniz olsun. Belə xanımlar, bax belə hamısını doğrayıram tərəvəzləri. Götürük belə iri bir qaba. Sonra keçək kağımıza xanımlar. Çox faydalı bir salatdır. Bilirəm, zaten hazırlayırsınız ailənizdə. Nuşucanla yeyirsiniz. Amma vallahi hazırlayın, davam edin hazırlamağa da. Çox məsləhətli, çox xeyirli, faydalı bir salatdır. Xanımlar, arada tıqqıltı gəlir. Pəncərənin jalizidə külək var, biraz pəncərəni aralı qoyursun. Üzrü sayın narahatçılığı var sizə verdim ki, səs gedə. Onun səsidir jalizi. Belə xanımlar, siz nətərsiniz, nə inirsiniz? Yaxşı olun, çalışın, xəstələnməyin. Vallahi, düzdür, insanın öz əlində deyil xəstələnmək. Gəlir tutur və bu virus da yayılıbdır. Yenə də müğayət olun. Allah hamımızdan müğayət olsun. Belə xanımlar, belə rahat hazırlanan bir salatdır. Həm də dietik salatdır. Çörəklə də yeyə bilərsiniz. Lavaşın arasına da qoyub yeyə bilərsiniz. Hər halında yeyə bilərsiniz. Elə belə də yeyə bilərsiniz. Çörəksiz. Pendirimizi doğrayırıq. Kubik. Və belə. Qəşəng. Pendir də bilirsiniz də təbii festaldır. Festal dərmanımız var ha. Bu onun təbiisidir pendir. Mən minimumda həmişə pendir olur. Tvarok olur. Onsuz mənim bir günüm olmasın. Məni tanıyanlar, yaxınlarım bilirlər. Orta yağlı, duzsuz pendir yeyirəm. Həmişə bir də tvarok. Belə. Xanımlar. Bu da petruşkadır. Hardasa bir dəstəyə yaxın. Biraz da içində reyhan var qarışıq. Bunlar hamısı xeyirli bir göyərtilərdir. Reyhan özü adamı arıqladır. Həm də salata xüsusi dad verir. Belə xanımlar. Göyümüzü də nə iri doğrayırıq, nə kiçik doğrayırıq. Orta. Ki salatda kahın içində itib baxmasın. Həm də dadı da qəşəng çıxsın. Göyümüzü də tökürük. Belə. Demək olar xanımlar, hər bir şeyi doğradım. Xanımlar, salatımız hazırdır. Servis elədim. Tökdüm iri bir boş qaba. Üzərinə də ağ küncüt səpdim. Küncüt də ona qəşəng dad verir. Siz də hazırlayın. Axşama doğru gedirik. Xörəklərinizin böyründə nuşucanla yeyin. Mənim dəyərli, gözəl bacılarım, izləyicilərim. Allah sizləri var eləsin. Mənim videoma oturun. İnşallah diqqətlə baxın. Fikirlərinizi yazın. Kommentlər yazın. Abunə olun. Yorumlarınızı mütləq yazın, əsirgəməyin. Mən də bu videonu çəkirəm, yükləyirəm YouTube-a ki, mənim gözəl göyçək bacılarım baxıb, öz fikirlərini mənə yazsınlar. O da mənə motivasiya verir. Daha da çox ruhlandırır və növbəti günlərdə çalışıram yenə qəşəng videolarla qarşınıza gəlim.
əməyə qiymət verən gözəl xanımlar. Allah hər birinizi var eləsin. Sağ olun, öpürəm, bağrıma basıram sizi. İnşallah növbəti videolarda görüşərik.